Burada hər zaman nəm, keyf buxar olacaq. Hörmətli müştəri, həm sizin üçün videonu çəkdim, həm də ümumi səhifəmiz üçün çəkdim. Sürətli formada bu hissəni vurub yekunlaşdırmalı. Ona görə də bizim üçün ən riskli yer hələ ki budur. Çünki saat 8-9 radələr, xüsusi problemlər olur, məhz bax bunlardır. Əsas fasad hissədən gələn Şamaxıdan izolyasiya sifarişimiz var və sabahki günə bu gündən artıq hazırlıq görürük, səhər tezdən çıxırıq. Saat 04:32, yoldaşları bir-bir yığırıq. Oynayır galiba. Şamaxı ərazisində olmuşsan da qədər. Elə bu ki, orada yol ikiləndi. Bu radardan promo görsən yazılır Meysəri kəndi. Meysəri kəndində oradan girsən içəri, gelsən Baboyunlara. Daxil olduq Meysəri kəndinə və buradan üzü istiqamət gedirik Ağabəyli kəndinə. Fusion'un da yük yerinin böyük olması bizim üçün çox əlverişlidir. Gəlib çatdıq mənzil başına və işlərimizə davam. Şamaxıda artıq mansardin izolyasiya işləri bizim tərəfimizdən icra olunur. Demək olar səhər saatlarında tezdən işlərə start vermişik. Nəzərinizdə olsun ki, hazırda bu formada yığılan mansard məhz qeyri-standart forma sayılır. Niyə görə? Çünki nəzərə alsaq ki, bu gördüyünüz membran vurulmalıdır harda? Straplələrin üzərindən. Və onun üzərindən isə kontrabışot reykası, onun üzərindən çerepitsanın reykası və ondan da sonra çerepitsanın özü. Yəni texniki qaydalar bu cürdür. Əgər gələcəkdə burada daşını işlənsəydi. Amma nəzərə alsaq ki, hazırda məhz bunun alternativ yolu poliuretan izolyasiyadır. Ona görə ki, çünki poliuretan izolyasiyanın isti-soyuq əmsalı yüksək olduğu üçün məhz burada isti ilə soyuq toqquşma ehtimalı sıfıra bərabərdir. Sürətli formada bu hissəni vurub yekunlaşdırmalıyıq. Çünki günəş o tərəfdən çıxıb məhz metalda bu dəqiqə membranda 30 dərəcə istilik var. Artıq burada raziyasında 5 dərəcəmiz var ki, 35 dərəcəni keçməmək şərti ilə bu üst tərəfin izolyasiyası vurulmalıdır. Və nəzərə alsaq ki, digər tərəf isə hazırda 19 dərəcədir. Divarımızın da temperaturu 17 dərəcədir. Ona görə də bizim üçün ən riskli yer hələ ki budur. Çünki saat 8-9 radələrdə artıq sürətli formada bu tərəfdə metalda qızma gedir. Düz izolyasiya olunacaq sahədə heç zaman xüsusi problemlər olmur. Xüsusi problemlər olur məhz bax bunlar. Görürsünüz, bax bunlar xüsusilə bizim tərəfimizdən işlənməlidir ki, gördüyünüz bax həmin hissələrdən qeyri-sabit hava axını tavanla izolyasiyanın arasına daxil olmasın. Bu da hazır vəziyyəti. Nəzərə alsaq ki, bura hamam tualet hissəyə düşür. Burada hər zaman nəm, kif, buxar olacaq. Və poliuretan izolyasiyanın burada üstünlüyü ondan ibarətdir ki, heç zaman nəmişlikdən, sudan, kifdən xarab olan bir məhsul deyil. Son tamamlanan işlərimizdən biri hazırda ərazidə işlənən materiallar aşağı boşaldılır və bir daha baxış keçiririk, daha doğrusu bir daha baxış keçirmişik və kamera vasitəsilə baxış keçiririk. Gördüyünüz kimi ətəklər tamamilə bağlandı, vaqonometrlər bağlandı, yəni qeyri-sabit hava axını məhz tavan altın hissəsinə heç yerdən girməyəcək. Gördüyünüz kimi bu hissələr də tamamilə bağlandı. O hissələrdə fasad hissələr tamamilə bağlandı. Burada da fasad hissələr, burada da göstərmişdik sizə açıq hissələr bağlandı. Hamam tualetdə də digər yerlər bağlandı. Fasad hissələrində həmin hissələr bağlandı. Və keçdik, başımızın üst tərəfdə bağlandı. Bu mərtəbə arası, mənzil arası olanlar isə heç problemi yoxdur. Yəni bu narahatlıq yaradan bir şey deyil. Əsas fasad hissədən gələn isti və soyuq kütləsidir ki, içəri daxil olmamalıdır. Hörmətli müştəri, sizin üçün videonu çəkdim, həm də ümumi səhifəmiz üçün çəkdim. Xeyirli olsun. İnşallah yeni iş layihələrində görüşmək ümidi ilə. 114 izolyasiya qrupu xidmətinizdədir. Təhvil verildi. Salam, axşamınız xeyir olsun İsrafil bəy. Çox sağ olun. Belə operativliyə görə, belə səliqəli işə görə sizə minnətdaram. İnşallah beləcə poliuretan izolyasiya işlərimiz tamamlandı və üzü Bakıya davam. Məhsul, seçim və sifarişləriniz üçün Abşeron Ticarət Mərkəzində yerləşən izolyasiya mağazamıza yaxınlaşa bilərsiniz.